Cəfər Sübhani deməli Həzrəti Muhammed Peyğəmbərin həyatı, onun təhlili o həmən o möhtəşəm kitabında yazır ki, deyir, bir gün Xəndəyin o tayında Əbu Süfyan öz qoşunu ilə qalmışdılar və Peyğəmbərə Əbu Süfyan bir məktub yazdı. Məktub məzmunu belə idi. Deyir, İslamı məhv etmək üçün böyük bir ordu ilə gəlmişəm. Əbu Süfyan yazır Peyğəmbərə. Ancaq nə eləyə bilərəm ki, sən bizimlə döyüşmək istəmirsən. Aramızda xəndək qazmaqla fasilə yaratmısan. Mən bilmirəm, sən bu taktikanı kimdən öyrənmisən? Ancaq onu deyə bilərəm ki, Ühüd kimi qanlı bir qırğın törətməyincə qaydan deyiləm. Bu məzmunda Əbu Süfyan Peyğəmbərə bir məktub yazır. Peyğəmbər onun cavabında deyir, belə bir məktub yazdı. Allahın elçisi Muhammeddən sallallahu aleyhi və aleyh Əbu Süfyan İbni Hərbə, atasının adı Hərb idi. Nə vaxtdır özünə arxayınlaşıb elə düşünürsən ki, İslama son qoya biləcəksən. Ancaq onu bil ki, sən bunu bacarmayacaqsan. Tezliklə məğlub olub geri dönəcəksən. Mən isə Qureyşin böyük bütlərini sənin gözünün qabağında sındıracağam. Baxın cavabı. Ən böhranlı vəziyyətdə bu şəxsiyyətin dediyi sözə bax. Sənin gözünün qabağında Qureyşin ən böyük bütlərini sındıracağam. Ki, Məkkənin fəthində Həzrəti Peyğəmbər necə qırdı bütləri. Buydu o şəxsiyyətin müdriklüyü, onun liderliyi, onun cəsarəti, qətiyyəti.